Biz mənim salamımı da onlara yetirərsən. Bu kişi getdi Hindistandan, işin qutarandan sonra çıxdı meşəlicə, çöllücə, harasa tutuquşularla başladı danışmağa. Dedi bizim evdə qəfəsdə bir dənə tutuquşu var. O sizə salam göndərdi və sizdən bir öğüt nəsihət istədi. Bu quşların hamısı yıxıldı, ağacdan yerə öldülər. Bu kişi peşiman oldu, qayıtdı gəldi evinə, getdi tutuquşunun yanına. Dedi, çox əfsus, sənin salamını yetirdim, ancaq deyən kimi qəfəsdəsən, hamısı yıxıldı, öldü. Bu quş da qəfəsdə yıxıldı, öldü. Bu kişi dedi, day bunu mən neyirəm? Çıxartdı, attı bayrağı. Bayrağı atanda bu quş uçdu, çıxdı, getdi. Ondan sonra kişi başa düşdü ki, tutuquşu bu yolla öz yoldaşına, buradakı zindanda olan tutuquşuya öğretmek istəyirmiş ki, istəyirsən diri qalasan, istəyirsən yaşayasan, istəyirsən ölməyəsən, ölmək lazımdır, şəhadətə yetişmək lazımdır, zalimin qarşısında baş əyməmək lazımdır, İslamın sözünün düzgün və yeri yerində heç kimdən sazişə getmədən demək lazımdır. Hüseyin, Hüseyin şüar, şehadetin şüarımız, Hüseyin, Hüseyin şüarımız, şehadetin şüarımız. İmam Hüseyin Aleyhisselam'ın biz əgər istəsək, dünyamızda, həyatımızda istifadə edək, bazarımız üçün də onun proqramı var, məktəbimiz üçün də onun proqramı var, məscidimiz üçün də proqramı var, institut universitetimiz üçün də onun proqramı var, hətta incə sənətimiz üçün, mədəniyyətimiz üçün hər yerdə İmam Hüseynin proqramı var, öyrədib bizə gedib, fəqət biz istifadə eləmirik ondan. Biz İmam Hüseynindən ayrı düşmüşük, getmişik başqa qapılara. İmam Hüseynin Zeynəbi vardı, axşam mən ərz elədim. Onun balaca qızları var idi. Baxın, görün həyalarına, namuslarına, hicablarına necə riayət edirdilər. O adam ki, özünün ailə mədəniyyəti yoxdur, ailədə əxlaqı yoxdur, ailəsində düzgün tərbiyə yoxdur. Bir nəri o adın ziyalı qoyub, şair qoyub, gəlib istəyir bizə İmam Hüseyin şiələrinə, İmam Hüseyin nökərinə, İmam Hüseyin məktəbindən dərs almış və bu cürə gözəl insanlara ailə mədəniyyəti öyrətsinlər. Bizim günahımız bundadır ki, İmam Hüseynin məktəbindən ayrı düşüb, gedib o cür adamlara inanmışıq. Hətta onlarla gedib söhbət edirik, onlarla diyaloqa girməyicə də Allah lənət eləsin, onlarla üzbəüz oturmağa da Allah lənət eləsin, onların özünə də Allah lənət eləsin. O söhbətin bir övrəsini qoyana da Allah lənət eləsin. Yoxdur bizim o cür adamlarla sadişimiz. Bizim Hüseynimiz var, bax budur. İstəsək dalıcan gedək, bizi saadətə yetirəcək. Bizim qanımızdakı 5 litr qan var ha, bədənimizdə indi o kəsilib yerə tökülsə, elə xəstəlikdən o qan mındardır. Hüseynin dalıcan göstək, o 5 litr qan böləcək olacaq, pak olacaq, şərafətli. Qiyamətin günündə də, behişdə də Allah bizə elə məqam verəcək. Tamam dünyanın millətləri, hətta müsəlmanlar da o məqama qiftə eləyəcəklər. Ölməkin dördüncü səbəbi ibarətdir. Bəla yu'minunə bi qeybin, cəmaat qeybiyyətə iman gətirmir. Allahı, behişli, cəhənnəmi yadına salmır və bilmir ki, bu Allah dünyanı yaradır. Bu sözün üstündən keçər. Çünki inşallah burada o cür adamlar olmaz. Və la yəufunə ən eybin və heç də eybilərdən çəkinmirlər. Baxın, insanın tamam biabırçılığa düşməyi, günaha düşməyinin səbəbi utanmamağıdır, utanmamağı. Odur ki, heç vaxt gəlib bizim vilayətdə, başqa vilayətdə bir dənə xanıma demədilər ki, sən çıx bugün oxuduğun kimi oxucunən orada. Əvvəl gəldilər, onların qollarını qısaltdılar, ətəklərini qısaltdılar, ondan sonra yavaş-yavaş gətirdilər. Nə üçün idi o? O bundan ötürü idi ki, birdən-birə bir dənə adamı o köşə salmaq olmaz, utanar, həya eləyər. İstəmirdilər o cür olsun, ta bunların abırları, həyaları geçsin, ondan sonra gəlsinlər. İnsanların ölməklərinin bir səbəbi də ibarətdir. La yəuffunə ən eybin, heç bir eybdən çəkinmirlər. Beşincisi, yə'məlunə fiş-şubuhat.
Gəlirlər şübhə işlərdə əməl edirlər. Baxın o divara, o divarların hamısında, bu şuarların hamısında, o pirin qabağında hər yerdə yazılıb ki, in Peyğəmbərdən də hədis. Buyurub ki, innəl Hüseynə misbahul huda və səfinətün nəca. Həqiqətən Hüseyn hidayət işığıdır, qaranlıqda insanlara yol göstərən bir dənə işıqdır və batqında, tufanda nicat tapmış bir dənə gəmidir. Mən rəkibə nəca, kim minsə o gəmiyə nicat tapacaq. Niyə görə biz gedib şübhəli işlərdə əməl eləməliyik? Niyə görə biz getməliyik Krishna'nın dalıcan, Məsihinin dalıcan, Vəhhabinin dalıcan, nə bilim, həyat verici lütf cəmiyyətinin dalıcan. Hələ heç bilmirik onları təbliğ edənlər kimdir? Heç bilmirik onlar hardan başlayır? Amma Hüseyin kimi bir dənə hidayət işığı var, nicat gəmisi var. Ona əməl eləməsək, millət ölmüşdür. Və yəsirunə fiş-şübuhat, fiş-şəhəvat. Cəmaatı öldürən işlərdən də biri budur ki, şəhvat, heyvanı hisslərin dalıcan gəzirlər cəmaat. Ona görə ölüdülər. Məfzəuhum fi mevzəlatı ilə ənfusin. Cəmaatı öldürən səbəblərdən də biri budur ki, çətin işlərdə onlar ancaq özlərinə müraciət edirlər. Allah 124 Peyğəmbər göndərib, 12 imam göndərib, Qur'an göndərib. Deyib ki, bunlar yer üzündə mənim adamlarımdır. Peyğəmbər gedəndə dedi, məndən sonra əgər çəng vursuz mənim əhl-i beytimə, onda heç vaxt cəlalətə düşməyəcəksiniz. Necə yəni bir adam ki, hələ namazı neçə rəkətli bilmir, nə orucu nə vaxt başlanır, nə vaxt tutarır bilmir. Ondan sonra ibadət, itaət nədir bilmir. O adam düyünləri gəlsin, nəsə millətə bir dənə dini əhkam desin. Dini əhkam desin, dini söhbət desin. Odur ki, imam buyurur, əgər millət özlərinə imamsız başlasalar imamlıq eləməlicə, o millət öləcək. Və təvilihim fil mühimmatı ilə araihim. Mühüm işlərdə də onlar gəlib öz rəylərinə əməl edəcəklər. Kənnə kullu minhum imamə nəfsi. Güya bunların hər təkdəki elə öz imamlarıdır, özləri imamdırlar. Həzrət buyur xeyr. Onlar özləri imam deyirlər. Əgər hər təkdəki insan öz imam olsaydı, Allah imam Peyğəmbər göndərməzdi. Cəmaatın ölməyinin səbəblərindən də biri budur ki, əl-mərufu fihim ma-ərəb. Yer üzündə, dünyada bir dənə bəd-əxlaq cəmiyyət var, onun da adına deyirlər camiyə gəlalar. Onlar ancaq düyünləri nəyi yaxşı görürlər, ona mədəniyyət deyirlər. Nəyi pis görürlər, ona mədəniyyətsiz deyirlər. Odur ki, millət gəlib ancaq öz bildiğin yaxşı hesab eləsə, o millət ölər. Və pis işlərin hamısı onların nəzərində pis olan işlər olsa, o millət ölər. Odur ki, millət gərək gəlsin, neynəsin? Millət gəlsin. Geçsin İmam Hüseynin ardıycan. Baxsın, görsün İmam Hüseyin nəyə yaxşı deyib, ona yaxşı deyib, ona əməl eləsinlər. İmam Hüseyin nəyə pis deyib, ona pis deyib, ondan çəkinsinlər. Həzrət buyurur, əgər bu 9 dənə, 10 dənə şeyə millət düzgün əməl eləsə, çəkinmələlərindən çəkinsə və əməl eləməklərinə əməl eləsə, o millət ölməyəcək, o millət dünyada başulsa yaşayacaq, ahirətdə də Allaha yetişəcək. Budur həqiqətin yolu, budur Allah istəyən yol, budur millətlərin şərəfi və saadəti. İnşallah biz də gərək bu yolla gedək və saadətə dünyada və ahirətdə yetişək. İnşallah yenə əzadarlıq olacaq və alimlərimiz var, möhtərəm, savadlı alimlərimiz. İmam Hüseyin məktəbini sizə tanıtdıracaqlar, biz də onlardan istifadə edəcəyik. Bu alimlərin salamatlığına, öz salamatlığımıza, həvaiclərimizin, istəklərimizin bərabərdə olmağına bir dənə ucalı salavatdır. Hacı feyzə yetirdi bizi, əmvatın haqqında, gələn cəmaatın zəvvarlarının əzadarlığımız davam edir. Xahiş edirik hamımızdan, qalın, istifadə edəcəyik. Bu bir qənimətdir. Fənd-i İslam ağalardan cəsarət
məhzərlərində, qarşılarında və bir məsələyə deyirəm sizə, hamımız bilirik bunu. Bu gözəllik müsabiqəsi keçirilir ha. Onun keçirilərinin biri Nüsrət Kəsəməllidir. Mən onu ziyalı demirəm, Allah onu bağışlasın. Fikir verin, sakit. Görün bana bir dedidir, bizim hanımlarımız, kızlarımız, gelinlerimiz Ermeni elinde esirdiler. Öz onları zorla, güclə, əsarətə aparırlar. Fələstində o cür hanımlar, müsəlman hanımlar, dünyanın başqa məntəqələrində o cür hanımlar zorla, güclə, bağlar elimlə onları aparırlar, o cür səhnələrdə onları görsədirlər, özləri onlardan üz İslam hanımlardan belə, mən sizə qurban olum, ayağınızın altında bu təbirimə görə. Onlardan zövq alırlar. Görün bu Nüsrət Kəsəməlli ne deyir? Onlar güclə, zorla aparırlar. Onları ucunda şəraitdə öz qabaqlarında gezdirib, onlardan zövq alırlar. Bu öz əliyle, öz anasını, öz başını gözünü çağırdı cemaatın qabağına. Bu da deyir ki, mən zövq alırım. Görək, bu cinayətkardır, o cinayətkardır. Onu tanıyırıq, o düşməndir, o Ermənidir, o eləyir, onun cinətində o var, o xəbisdir, təcavüzkardır, hələ hər nədir. Abi sən bəs öz əlinlə aparsan, bunun hansı cinayətdir? Mən bax sizin öhdənizi oyam ki, onlar bu cinayət edir, bu işi görür, bu işdə bərabərlik var, hansına üstünlük verirsiniz özünüz deyir, mən sizin öz ixtiyarınıza bırakıram, öz mühakimənizə bırakıram bunu. O cürlə ziyalılar ki var, bizim mədəniyyətimizə, bizim əxlaqımıza, bizim keçmişimizə o cürlə xəyanət edirlər və onu diyalog mərkəzi, bizim gileyimiz var, laf televizyadan, mətbuatdan, onları müzakirə obyektinə çevirirlər ki, heç müzakirə olan şey deyil, başqa o əxlaqsızlıqlar ki var, onları da müzakirə çəkirlər. Onları heç belə bizim bunu gözlərimiz görməyə utanır, valla xəzalət çəkirik. Allah bu xanımlar gəlirlər, mən sizdən qədirdanlıq edirəm, mən sizdən təşəkkür edirəm, mən sizin ayağınızın altında ölürəm. Mən sizə qurban olam ki, bu cürlə, iffətlə, bu cürlə abırla, həyanla gəlmişsiniz, Allah sizi var edəsin və bilin ki, gələcək Azərbaycanın müqəddəratı süz xanımların əlindədir. Böyük alim vardır, deyir ki, o anadır ki, onun ətəyindən insan meyraz edir. Peyğəmbər Əsəlam da bir ananın ətəyində böyümüşdür, göy aləminə meyraz edir. Görün xanımın əzəmətini, görün xanımın vəzifəsini ki, cəmiyyət üçün nə cürlə bir işlər görməlidir. Sizə qurban olun, bizim başımızı aşağı eləməyin, biz hər il bu sözləri deyirik. Sizə belə fəda olur. Ne üçün bu ağsaqqalların, bu qarasaqqalların, bu cavanların siz başlarını aşağı ediyorsunuz ki, millətlər arasında, öz kəntində, öz elində olmasında baş aşağı ediyorsunuz. Bu bizə yarışır. Heç bizim keçmişdən belə miras qalır. Keçmişlərimiz bizi belə tərbiyə edib. Bizə qarantini ölkə vermişlər, bizə qarantini millət vermişlər. Ne üçün biz öz millətimizi bu cürlə bu vəziyyətə salmışıq? Allah sizdən razı olsun. Bu ağsaqqallar gəlirlər, bu zamanlar gəlirlər, böyüklük edirlər, ağalıq edirlər, İmam Hüseyin Əleyhisselam'a əzadar olurlar. Ne niyyəti gəlirlər, Allah onların niyyətlərini bəlavırda xeyr eləsin. Mən ki deyirəm, gileyimiz var ha, bu il səhər açılan kimi aynəsdir. İki dənə cavan, təcrübəsiz, heç nə bilmirlər, nə din bilirlər, nə şəriət bilirlər, heç bizim mədəniyyətimizi də bilmirlər. Çıxıb səhər deyir ki, bu günləri bir aşırı hadisəsi olur. Görəsən, hası həvdir, 1400 ildir, cəmanın başını döyür, milyonlarla, milyardlarla xərc çəkir, ziyarətlə gedir. Bu hələ, deyir ki, görəsən, hası həvdir, sən sonra hansı torpağına müdafiə edə bilərsən. 1400 gözləyinə gəlsinlər, Qarabağ sənin üçün həll edilsinlər, kim təcavüzkardır, kim həldir, ondan sonra sənə Qarabağ verərlər. Belə mədəniyyət olar, belə mətbuat olar, belə televiziya olar. Ne üçün bu milleti xarab edirsiniz? Ne üçün bu milleti baştan durursunuz, azdırırsınız, fikirlərini yayındırırsınız? Hayır oturlara! Mərqabcan Həzreti İmam Hüseyin, ta ve ruzu kıyamet, müdam, lanet var. Yalnız Rəhimə xanım ocağında İmam Hüseyin Aleyhisselam'a inşallah əzadarı Rəhimə xanımın adına bilməsi yazılır inşallah onu
bir eylem var inşallah ondan sonra. Yusufov Asif, Hövsan kəndindən küçüldür. Uşaq ikincisində olur. Haradasan? Gəl burada Nohaq gəlindən yarına. Aton səni gözləyirlər inşallah. Eyolar aziz Zahra, eyolar aziz Zahra, hava mehriban rahima, dili aşina ya hamdan, hami pasiban rahima, hami pasiban rahima. Hami pasiban rahima. Eyolar aziz Zahra, diz vurun. Eyolar aziz Zahra, hava mehriban rahima, dili aşina ya hamdan, hami pasiban rahima, hami pasiban rahima. O zamanki zulm elinden dili dağlar olursan, vatanimden ayrılanda nece bir karar olursan, bu yeri kim mesken ettin, ona iftihar olursan, senin adın ile düşmüş dile bu mekan rahime, dile bu mekan rahime. Ey olan aziz Zahra, hamame riban rahime, dili aşinaya hamdan, hami pasiban rahima, hami pasiban rahima. Neçen al binaların sen, gözüne ziya veripsen, neçen al olan merizün diline deva veripsen, onun kızları tutulmuş lara sen şafa veripsen, bu kerametünden gün bizi şad imam rahime, bizi şad imam rahime. Ne kadar ziyaret için deme kabri Mustafa'ni, o mezar şiir yazdan şahimül kilafetani, hami mahşedi mukaddes, hami şah-ı Kerbelani, bu mekandan savurdur yola kahraman rahime, yola kahraman rahime. Sana bir bina dikilmiş, verilir adın mukaddes, nece heyran olmasın bes, bu işe bakan da herkes. Ucalır binalardan kulağa yanır bir ses, ucalır minarelerden kulağa yanır bir ses. O yanar zehangar olsa sana ham zaman rahime, sana ham zaman rahime. Akva dahil düşüp duyur, ne kadar gar olsa canim, atayımda el dilimde, adın ey garibe hanim. Sen olursan arda yorsam, o dakika pasibanim, bizim alimizden oldun, hemişe ayağım rahime,
demişem ayağlarıma. Ve katılan Hazreti İmam Hüseyin taberuz kıyam kıyamet idam lanet var. 1400 yılında bura pənah götürüb və bilir ki, hara pənah götürüb. Siz möminlərin, siz qədri bilən, siz İslamın qədrini, İslamın izzetini qoruyan xanımlar, ağalar bilir ki, siz gəlin ehtiram edirsiniz, gəlin bu məkanda qərar tapır. Böyle Hazır onun məclisində noha dedi. Və bunu görsə əzəmətdir ki, bu əzəmətdir, bu iftixardır. Bu cürdə məktəbdən, bu cürdə mənbəydən, bu cürdə mənəviyyatdan insan uzaqlaşsın, hara gelip çıxar. Allah sizdən razı olsun inşallah. Və qatılan Hazreti İmam Hüseyin, tabi-ruzu diyafət, müdam, rəhmət var. Nafanı başlamamışdan qabaq mənim xanımlara bir müraciətim vardır. Bax bugün, Əlhan elə bir bura Kərbəla meydanıdır. Bu adamlar ki yığılırlar bura, and olsun Hazreti İmam Hüseyin'in qanını boşuna bu dəqiqə şehit olmağa hazırdır bu insanlar. Onları buna iş götürüp gelirdi, Hüseyin'e məhəbbət götürüp gelirdi. Anala, bacına, o ana ki oğlunun başına kefen salır, cihadı gönderir. Din göre ondan dünyada şerefli ana var, ola bilmez böyle bilirəm. Özünüzü bugün koyun, Əlyeşmər anası Ümmü Leyla'nın yerine ki 18 yaşında Peygamber şebihinin boynuna kefen salır, atasının babağında şehit olmaya gönderir. Gönlü ne caneydi? Allah'ın Hazreti İmam Hüseyin taberuz kıyamet midam lanet var. Boynumda kefen geldi, boynumda kefen geldi. Meydana Ali Ekber, meydana Ali Ekber. Ta can vere şov ile, canavna Ali Ekber, canavna Ali Ekber. Boynumda kefen geldi, boynumda kefen geldi. Meydana Ali Ekber, ta can vere şov ile, canavna Ali Ekber, canavna Ali Ekber. Boynumda kefen geldi, boynumda kefen geldi. Meydana Ali Ekber, canavna Ali Ekber, canavna Ali Ekber. Boynumda kefen geldi, boynumda kefen geldi. Meydana Ali Ekber, ta can vere şevkiyle. Canavna Ali Ekber, canavna Ali Ekber. Boynumda kefen geldi, boynumda kefen geldi. Meydana Ali Ekber, tacan vere şevkiyle. Canavna Ali Ekber, canavna Ali Ekber. Oci feleki hüsnü, oci feleki hüsnü. Xurşid-i edib ziver, mahi ruhu üstünde. Nezmiyle durup yeksep, serraf-ı kadar düzmüş. Yakuta dünü gavher, çöllavle velalıdır. Mercavna Ali Ekber, mercavna Ali Ekber. Boynumda kefen geldi, boynumda kefen geldi. Meydana Ali Ekber, tacan vere şevkiyle. Canavna Ali Ekber, canavna Ali Ekber. Her kaydı elimden, her kaydı taalluğdan. Vav beste mübest oldu, titrav ki dilavizi. İlham-ı alest oldu, sahbayı hakikatten. Bir camile mest oldu, sahbayı hakikatten. Bir camile mest oldu, nuş etti şehadetten. Peymavna Ali Ekber, peymavna Ali Ekber. Boynumda kefen geldi, boynumda kefen
Zeynep'em yaralı, sultanı senden Allah. Ben Zeynep'em yaralı, sultanı senden Allah. Zalim karalesiyle, cananı senden Allah. Cananı senden Allah. Ben Zeynep'em yaralı, sultanı senden Allah. Ben Zeynep'em yaralı, sultanı senden Allah. Cananı senden Allah'ım, cananı senden Allah. Sen şah isan berimde, övremde yaverim var. Ali! Sen şah isan berimde, övremde yaverim var. Biri de bağlamacar, olmalı leşkerim var. Heştavda bir şikeste, beylen kebuterim var. Beylen kebuterim var. Az kollarım benim sen, başörümde mahşerim var. Bu haşrü neşrilen ben, dünyanı senden Allah'ım. Dünyanı senden Allah'ım. Ben Zeynep'em yaralı, sultanı senden Allah'ım. Ben Zeynep'em yaralı, sultanı senden Allah'ım. Canım kabalesiyle, cananı senden Allah'ım. Cananı senden Allah'ım. Ben Zeynep'em varımdır, efkâr-ı infilabi. Ali! Ben Zeynep'em varımdır, efkâr-ı infilabi. Reddeylerem hüzünden, kargalladan nigabi. Üstün bugün dikkatim, ben eyleyem şerabi. Sen abi kaldırırsan, gözden gelen kitabı. Ben amma infilabi, Kur'an'ı senden Allah'ım. Allah ben intikami, Kur'an'ı senden Allah'ım. Kur'an'ı senden Allah'ım. Ben Zeynep'em yaralı, sultanı senden Allah'ım. Ben Zeynep'em yaralı, Kur'an'ı senden Allah'ım. Hadi bir otursunlar. Cananı senden Allah'ım. Cananı senden Allah'ım. Andolsun namusanem senden bağırlara. Andolsun namusane sendari bağırlara. Onsuz yatan su yüzde Abbas'ın avidara. Andolsun 6 aylık serbazda şiri hara. Andolsun 6 aylık serbazda şiri hara. Gazlım kanı akıttı gül tek salan güzara. Ömrüm
Sülali Haşim tebliğ eden merama İslam-ı Vâgiyeyni Ander Ramahli Şam'a İslam-ı Vâgiyeyni Ander Ramahli Şam'a Ben tahtiden düşünce sen tahtiden düşünce Nehzet tepar imama sen tahtiden düşünce Nehzet tepar adama Yekser Arab-ı Şam'i Dünyanı senden Allah'ım Dünyanı senden Allah'ım Ben Zeynep'em yaralı Dünyanı senden Allah'ım Ben Zeynep'em yaralı Dünyanı senden Allah'ım Canım kemalesiyle Cananı senden Allah Cananı senden Allah Ya Fatıma aman dur Zeynep himayet istir Ya Fatıma aman dur Zeynep himayet istir Kalbinde çoktu yara Senden tedavet istir Katil kızıl gümüşle Etla beraat istir Katil kızıl gümüşle Etla beraat istir Allah kanı çökerler Menden riyazet istir Ben nehzet aferinem Fermanı senden Allah Fermanı senden Allah Ben Zeynep'em yaralı Fermanı senden Allah Ben Zeynep'em yaralı Fermanı senden Allah Canım kemalesiyle Cananı senden Allah Cananı senden Allah Arat esansın elvan gelsin Arat esansın elvan Eyle işare gelsin Gör farlı zalim olsun Yok bana para gelsin Emret rüba ve hatir Bir gün imara gelsin Kişvara gayret eller Tazgın mezara gelsin Bir soyup asası Yapmanı senden Allah Yapmanı senden Allah Ben Zeynep'em yaralı Yapmanı senden Allah Ben Zeynep'em yaralı Subhanı senden Allah Canım kemalesiyle Cananı senden Allah Cananı senden Allah Saldı sen cana Kavgayı inkılabi Saldı sen cana Kavgayı inkılabi Kanıyla etti rengin Simayı inkılabi Kanıyla etti rengin Simayı inkılabi Saldı sen cana Kavgayı inkılabi Saldı sen cana Kavgayı inkılabi Kanıyla etti rengin Simayı inkılabi Kanıyla etti rengin Simayı inkılabi Terk etti hasretiyle Peygamberin mezarın Hem Mustafa Hem Fatıma Kelam